Salam dostlar, necəsiniz? Bugün biz yenə təlimlərimizi davam etdiririk. Bugünkü təlimimiz yenə də qeyri-hökumət təşkilatların Dövlət Dəstəyi Dövlət Agentliyi tərəfindən keçirilən Maariflərin Dəstəyi ol, İnteqrasiya ol adlı silsilə təlimlərimizin 6-cı təlimimizdir. Yəni də biz Konstitusiyada göstərilən hüquqlardan danışırıq. Konstitusiyada çoxlu sayda hüquqlar var və biz də onları hər bir təlimimizdə müəyyən qismini keçirik ki, hər biriniz öz hüquqlarınızı biləsiniz. İndi gəlin xatırlatma eləyək. Keçən dəfə biz təlimimizdə hansı hüquqlardan keçdik? Kim xatırlaya bilər? Gəl. Özün təqdim elə. Hansı hüquqları keçdik biz keçən 5-ci təlimimizdə? Salam, mən Fatimə, 15 yaşım var. Biz keçən dərs sağlam ətraf mühitdə yaşamaq hüququ, mənzil hüququ, mədəniyyət hüququ, təhsil hüququ, sağlam qorumaq hüququ. Əla, çox gözəl. Demək olar ki, hamısını sağlam. Gəl. Özün təqdim elə. Salam, mənim adım Aysudur, 10 yaşım var. Orada keçdiyimiz təlim istirahət hüququ. Əla, çox gözəl. Sonra kim? Gəl. Sən Azərbaycanın vəkili. Salam, mən Hüseyn Quluzadə, 10 yaşım var. Biz 5-ci təlimimizdə təhsil hüququ, mənzil hüququ, sağlam Ətraf mühitdə qorunmaq hüququ, yaşamaq hüququ. Əla. Sonra ətraf mühitdə sağlam yaşamaq hüququ. Əla, çox gözəl. Məncə kifayət edir, hamınız ətraflı danışdınız. İndi mən sizə bir misal çəkim. Biz hüquqlarını nəyə görə danışırıq? Ona görə danışırıq ki, siz sabah böyüyəndə, hətta böyüməmiş belə bu vəziyyətdə, haradasa hansısa bir vəziyyətdə, hansısa bir hadisələ rastlaşdınız, biləsiniz ki, bu vəziyyətdə çıxış yolu necədir və necə davranmaq olar. Tutaq ki, siz Bakıda yaşayırsınız, gedirsiniz, tutaq ki, Astaraya. Astarada olan var, Lənkərandan. Sən hardansan? Astaradansan. Hə, bax, indi sən mənə de görüm, gəl bura. Gəl bura, gəl yanıma. Astarada yaşamısan, böyümüsən. Hə, indi sən mənə de görüm, Astarada nə dillə danışırlar? Talış dillə. Talış dillə bilirsən? Ay, sağ ol. Bax, indi mən misal çəkirəm. Bax, sən yoxdur, indi sən ged otur. Bax, indi siz Bakıda yaşayırsınız. Gedirsiniz Astaraya. Gedirsiniz Astaraya, birdən azmısınız. Azmısınız, yol axtarırsınız. Yaxınlaşırsınız bir dənə Astaralı bir nəfərə. Deyirsiniz ki, əmi, mən filan yerə necə gedə bilərəm? O da sənin özünə baxır, başlayır Astara, talış nəsə danışmağa. Siz bir də soruşursunuz. O da yəni talışdığını danışır nəsə. Siz ona nə deyəcəksiniz? Bir neçə də variant var. Birinci variant odur ki, siz deyirsiniz ki, kişi, bura Azərbaycandır, Azərbaycan dilində danış. Azərbaycan dilində danış. İkinci, sağollaşırsınız və yolunuzu davam edirsiniz. Üçüncüsü, kişini döyürsünüz ki, Azərbaycanda cavab vermir. Dalaşır. Hə, indi deyin görüm, bax, nə eləməlisiniz? Bax, bu variantdan hansını eləyirsiniz? Eləməlisiniz. İkincini. Bir, gəl bura, gəl. Gəl. Hə, götür mikrofonu. Bax, nə eləyirsiniz? Bax, getdiniz Astaraya. Astarada bir dənə yol soruşursunuz. Bir dənə Astaralı kişi talışla danışır. Sonra nə deyirsən? Deyirsən, kişi Azərbaycanla danış. Yox, nə deyirsən? Üçüncü sağollaşırıq, yolumuza da. Niyə?
Bəlkə döyə onu. Bəlkə deyə ki, kişi, Azərbaycanla danış, Azərbaycanda yaşayırsan. Hə? Yaxşı, get otur. Gəl, sən gəl. Yaxşı, sən gəl, sonra... Çünki biz öz milli mənsubiyyət hüququmuzu qorumalıyıq. Əla, yaxşı, gözəl, get otur. Sonra sən var, gəl. Təqdim elə özünü. Xədicə Fətəliyevadır, 15 yaşım var. İkinci sərdən sağollaşıb yola gedir. Çünki biz onun üstünə gəldiysə əsəbləşəcək, yəni belə gedib başqalarını daşıyacaq ki, belə bir insan gəlibdi, özümüz haqqında pis mənada başa daşıyacaq. Əla, çox gözəl. Get ələş. Hə, biz həqiqətən də sağollaşırıq, yolumuzu davam edirik, gedirik başqa adamdan soruşuruq. Nəyə görə? Çünki Konstitusiyamızın 45-ci maddəsi deyir ki, hər kəsin ana dilindən istifadə etmə hüququ var. Hər kəsin ana dilindən istifadə hüququ var. Yəni, o talışdısa, o Azərbaycanda yaşasa da belə, o öz ana dilindən danışmaq, ana dilindən istifadə eləmə hüququ var. Və yaxud da ki, ləzgidir, ləzgi dilini danışırsa, onun hüququdur. Yəni, heç kəs ona deyə bilməz ki, sən Azərbaycanda yaşayırsan, Azərbaycan dilində danış. Bax, indi Astaralı qız, sizdə Astarada dərslər nə dilində keçilir? Azərbaycan dilində. Yəni, orada bəzi yerlərdə talış dilindən istifadə olunur. Aha. Yəni, o deməkdir ki, dövlətimiz hər kəsin ana dilinə istifadə hüququnu təmin eləməkdən ötürü Astarada, Lənkəranda, Masallıda, Qubada, Qusarda, nə bilim, o hansı bölgələrimiz ki var, o bölgələrdə başqa dildə danışan insanlar yaşayırlarsa, onların ana dilinə istifadə hüququna qoruyurlar və məktəblərdə həmin dili oxumaq, keçmək üçün şərait yaradılar. Məsələn, Quba, Qusar zonasında, Astara, Lənkəran, Masallı zonasında talış dilində tədrislər olur, ləzgi dilində tədrislər olur. Bu, o nəyə görə ki? Çünki dövlətin hər kəsin o hüququnu qorumaqdan ötürü belə bir təminatı var. Heç kəslə məcbur edilə bilməz ki, sən mütləq Azərbaycanla danışmalısın. Çünki onun ana dili talış dilidir. Onun ana dili ləzgi dildir. Onun dili, məsələn, başqa dildir. Məsələn, bizdə, belə deyək də, Xankəndində bu dəqiqə ermənilər yaşayırlar. İndi biz təbii ki, orada yaşayan ermənilərə biz onların hüquqları var ki, orada yaşayan ermənilər danışsın. Biz onlara heç nə deyə bilmərik. Çünki onlar Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəndən sonra, Azərbaycan Respublikasının vətəndaşı olandan sonra onlar öz istədiyi dildə danışa bilərlər. Hətta Azərbaycan dövləti həmin o Qarabağda, Xankəndində, o ermənilərin çox yaşadığı yerlərdə hətta erməni məktəbləri də tikməyə və orada erməni dilinə dərs keçməyə icazə verməlidir, şərait yaradan. Bu, onların ana dilindən, Konstitusiyanın 45-ci maddəsindən göstərilən ana dilindən istifadə hüququnu qorunmasıdır. 46-cı sualınız var bundan bağlı? Yoxsa keçək 46-cı maddəyə. 46-cı maddə şərəf və ləyaqətin qorunması. İndi şərəf və ləyaqətin müdafiəsi hüququ. Kim deyə bilər, nə deməkdir bu? Fikriniz var? Nə deməkdir? Ağlınıza nə gəlir? Baxın, biz bu hüquqları nəyə görə keçirik? Biz bu hüquqları ona görə keçirik ki, sabah hansısa bir problemlə rastlaşanda öz hüquqlarını tələb edəsin. Məsələn, bir çox ailələrdə görürük ki, məsələn, ər-arvad dalaşır, əri arvadan deyir ki, sən alçaqsan, sən nə bilim, beləsən, qanmazsan, fərsizsən, başlayır alçaltmağa.
başlayır aşılamağa. Olmaz. Hər kəsin şərəf və ləyaqətini müdafiə eləmə hüququ var. Heç kəsi alçaltmaq olmaz. Heç kəsin şərəf və ləyaqətinə toxuna bilməz. Kimsə kiminsə şərəf və ləyaqətinə toxunursa, onun o birisi tərəfin ixtiyarı var ki, onu məhkəməyə versin və ondan kompensasiya alsın, təzminat alsın. Çünki şərəf və ləyaqət insanın konstitusiyanın qorulan hüququdur. Şərəf və ləyaqət, yəni mənim mənliyim. Kimsə sizə ağır söz desə, sizin mənliyinizə toxunan söz desə, sizin şərəf və ləyaqətin alçalmış sayılır. Bu da olmaz. Və siz də həmin şəxsə qarşı həm polis orqanlarına, həm məhkəməyə, həm ombudsmana, həm digər orqanlara müraciət edə bilərsiniz ki, bu mənim şərəf və ləyaqətimi qoruyur, pozur. Və şərəf və ləyaqətin qorunması həm də ondan ibarətdir ki, məsələn, heç kəs sizin razınız olmasa, sizin üzərinizə hansısa bir tibbi eksperiment apara bilməz, hansısa bir misal üçün da, məsələn, xəstədir, gəlib, deyirlər ki, bunun üzərində bir eksperiment aparaq görə bu olur, yoxsa yox. Bir də ona bir zəhər verək görə sağalacaq, yoxsa öləcək. Yəni, bunlar hamısı insanın şərəf və ləyaqətinə toxunan məsələlərdir. Sualınız var şərəf və ləyaqətdən? Aydın oldu, keçək öbürüsünə. Növbəti hüququmuz 47-ci maddə, bu da çox yayılan, tez-tez istifadə olunan hüquqdur. Fikir və söz azadlığı. Kim deyə bilər, nədir bu belə? Gəl. Fikir və söz azadlığı hüququ deməkdir. O deməkdir ki, yəni hər kəs öz fikrini bildirməlidir və heç kim yəni Öz fikrinə görə? Öz fikrinə görə heç kim onu lağ eləməməlidir. Bəli, tamamilə doğrudur. Yəni hər kəsin öz fikrini və söz azadlığını ifadə eləmə hüququ var. Məsələn, mənim fikrim budur. Mən fikirləşirəm ki, belədir. Mən fikirləşirəm ki, bu belə deyil, belə olmalıdır. Və heç kəs deyə bilməz ki, sən niyə belə danışdın? O, onun fikri söz azadlığıdır. Yəni, bu azadlıqdır, bu hüquq deyil. Bu azadlıq ondan da böyükdür. Yəni, o deməkdir ki, mən hər yerdə, istədiyim yerdə öz fikrimi bildirmə hüququm var. Və bildirməliyəm. Mən sizə sual verirəm, fikrinizi bildirməkdən çəkinirsiniz. Sizin fikir söz azadlığınız var. Siz öz fikrinizi bildirməlisiniz. Mənim ixtiyarım yoxdur ki, deyəm ki, otur aşağı, sən səhv danışdın. Çünki o sənin fikrindir. Sənin söz azadlığındır o. Ona heç kəs müdaxilə edə bilməz. Səhv olsa da belə, mən ona müdaxilə edə bilmərəm. O sənin fikrindir. Fikrim çatdı. Və bu fikir və söz azadlığının sərhədləri var. Əgər siz kiminsə haqqına girirsinizsə, əgər kiməsə fikir söyləyirsinizsə, amma kimisə alçaldırırsa, bu yol verilməz. Çünki onda onun hansı hüququnu pozursunuz 46-cı maddədə olan şərəf və ləyaqətini. Ona görə fikir söylənəndə o fikir söz azadlığı sayılır ki, siz başqasının hüququnu pozmursunuz. Başqasını alçaltmırsınız. Başqasına, məsələn, sən deyə bilməzsən ki, sən məsələn tutaq ki, uzun qulaqsan. Bu mənim söz fikir azadlığımdır. Yox. Sən onu təhqir edin. Sən onun şərəf və ləyaqətini toxundun. Bu söz azadlığı deyil. Bu fikir azadlığı deyil. Fikir azadlığı odur ki, sən nəsə bağlı öz fikrini bildirirsən, amma başqasının hüquqlarını pozmamaq şərti ilə. Yadınıza qaldı? Sualınız var? Növbətiyə keçək. 48-ci maddə yenə azadlıqdır. Vicdan azadlığı. İndi sual. Fikir azadlığını bildirmək istəyən var. Nə deməkdir bu? Hüququnuzdan istifadə edin, azadlığınızdan. Fikir azadlığı. Kimin fikir azadlığı var? Kimin söz azadlığı var? Əlinə qaldırsın. Gəl. Fikrini söylə də. Sən heç kəs təşkil ki. Sən fikrini bildirə bilərsən. Götür mikrofonu. Təqdim eləmə, özümüzü təqdim eləmirsən. Nə deməkdir? Vicdan azadlığı nədir? Vicdan azadlığı, yəni hər kəs öz vicdanını qorumalıdır və heç kim onun vicdanına qarşı bilməz. Çox gözəl, əla. Otur.
Bax, sən tam demədin, amma görürsən, mən sənin fikir söz azadlığına hörmət edirəm. Mən sənə demirəm ki, səhv dedin. Düz olmasa da belə hörmət edirəm sənin hüququna. Çünki sənin hüququndur. Sənin hüququnu mən poza bilmərəm. Sənin hüququnu heç kəs poza bilmər. Vicdan azadlığı o deməkdir ki, məsələn, Azərbaycanda neçə din var? Kim deyə bilər? Hansı dinləri bilirsən? Din. Dil yox ha, din. Vicdan azadlığı. Yəni ki, o deməkdir ki, məsələn, adam xristiyandır. Azərbaycanda yaşayır. Məsələn, tutaq ki, Qax bölgəsində, Qaxdan var kimsə? Qaxdan var. Məsələn, Qaxda gürcülər yaşayır. Gürcülər yaşayır, onların çoxusu da xristiyandır. Və yaxud da ki, məsələn, Quba zonasında, orada məsələn, ruslar yaşayırlar, onlar da çoxusu xristiyandır. Bakının özündə o qədər ruslar yaşayırlar, hamısı xristiyandır. Yəni, biz onlara deyə bilmərik ki, xeyr oluyor, sən xristiyanlıq dinini daşıyırsan. Sən Azərbaycanda yaşayırsan, Azərbaycanda ən çox müsəlmanlardır, İslamdır, sən İslam dininə riayət eləməlisən. Xristiyan dini olmaz. Olmaz. Bunu demək olmaz. Çünki hər kəsin vicdan azadlığı var. Hər kəs öz dinini qoruyub saxlamalıdır. Adam məsələn müsəlman deyil, bizdə o qədər Azərbaycanlı müsəlmanlar var ki, dinini dəyişirlər, gedib olurlar xristiyan. Var elə adamlar? Var. Xristiyandır. Deyir ki, mən məsələn, mən xristiyanlığı daha çox sevirəm. O dini mən daha çox sevinirəm. O gedir olur xristiyan, gedir kilsəyə gedir orada nə bilim o dini ayinləri yerinə yetirir. Buna heç kəs qadağa qoya bilməz. O onun istədiyidir. Azərbaycanda məsələn Bakı şəhərində erməni kilsəsi var. Bilirsiniz də? Bakıda erməni kilsəsi var. O vaxtı ermənilər ora gedirlər. Heç kəs də ona deyir. Dövlətimiz də onlar üçün kilsə tikmişdir. Məsələn, katoliklərin kilsəsi var Bakıda. Ora katolikləri gedir. Yahudilərin sinaqoqaları var. Yaxud Azərbaycanda yaşayan yahudilər, məsələn, Quba zonasında çoxlu yahudilər yaşayır. Yəni, yevreylər, yahudilər. Onlar məsələn, sinaqoqa gedirlər. Onlar müsəlman deyirlər. Onlar sinaqoqa. Və heç kəs onlara deyə bilməz ki, yox, sən müsəlman olmalısan. Dövlətimizdə hər dinə uyğun olaraq onlara o dinlərini yerinə yetirməkdən ötürü elə bir məbədlər, kilsələr tikməlidir və tikirlər. Bax, Bakıda dediyim kimi kilsələr, hətta ermənilərin kilsəsi var Bakıda. O deməkdir ki, ölkəmiz hər bir dinə hörmət yanaşır. Hər kəsin vicdan azadlığını yerinə yetirir. Və məsələn, bir çox hallarda qadağalar da var. Məsələn, əgər tutaq ki, hansısa bir dində çölə çıxıb yürüş eləmək varsa, dövlət deyə bilər ki, yox, sən öz dinini elə həyata keçir ki, məsələn, konstitusiyada yazır ki, sən elə həyata keçir ki, başqalarına maneçilik yaratma. Yəni, yolu bağlama, maneçilik törətmə, maşınların gedişatına maneçilik törətmə. Bu, o halda vicdan azadlığının təminatı yerinə yetirir. Bir də ki, heç kəs məsələn deyə bilməz ki, sən xristiyansan, gedək məndən məsciddə namaz qılaq. Olmaz. Çünki onun vicdan azadlığı var. O xristiyandır. O gedib namaz qılmalı deyil. Və heç kəs onu məcbur eləyə bilməz ki, sən dinini dəyiş. Buna deyirlər vicdan azadlığı. Növbəti ən mübahisəli olan hüquqlarımızdan biri artıq biz görürsünüz azadlıqlara keçmişik. Sərbəst toplaşmaq azadlıqları. Bizim mövzumuz insan hüquqları, amma biz burada həm insan hüquqları keçirir və azadlıqları keçirir. Görürsünüz, artıq azadlıqlara keçmişik. Hüquqlardan keçdi azadlığa. Görürsünüz, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı. Bu nə deməkdir, sərbəst toplaşmaq azadlığı? Kim deyə bilər? Gəl. Götür. Sərbəst toplaşmaq azadlığı o deməkdir ki, məsəl üçün yolları bağlayıblar
bir səbəb yoxdur da. Hamı toplaşa bilər ki, öz fikrini hamı bildirə bilər ki, yəni niyə bağlayırsınız yolları? Heç nəsiz. Yollara bağlamaq olmaz da. Əla, super. Sənin söz və fikir azadlığın çox yüksək səviyyədədir. Öyrənin, bax siz də belə aktiv olun. Fikirlərinizi bildirin, azadlığınızı tələb edin, söz fikrinizi çatdırın. Sərbəst toplaşma